Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin istintaqa cəlb olunması ölkə ictimaiyyətində böyük rezonans yaradıb. Uzun illər Azərbaycan dövlət sistemində mühüm vəzifələr tutmuş Mehdiyevin adı bugün təkcə siyasi çəkişmələrdə deyil, həm də qaranlıq qətl işlərində, gizli iqtisadi maraqlarda və gizli siyasi planlarda çəkilir. Onun barəsində aparılan istintaq bir çoxlarının illərdir dilə gətirməyə cəsarət etmədiyi hadisələri yenidən gündəmə qaytarıb. Bu hadisələrdən biri də 2010-cu ildə Xaçmazda vəhşicəsinə qətlə yetirilən tanınmış iş adamı, Arzu Ticarət Mərkəzinin sahibi Nəcimə Babayevanın müəmmalı ölümüdür. 15 il cavabsız qalan bir qətl. Axar TV-nin Müsavat.com-a istinadla yaydığı məlumata görə 2010-cu il sentyabrın 15-də Xaçmaz rayonunda öz evində vəhşicəsinə öldürülən Nəcimə Babayevanın qatilləri hələ də ədalət qarşısında dayanmayıb. Qətldən 15 il keçməsinə baxmayaraq istintaq bu işdə real nəticə əldə edə bilməyib. Mərhum iş adamının qızı Gülnarə Həbibova bu səssizliyin təsadüfi olmadığını bildirir. Onun sözlərinə görə anasının qətli sifarişli olub və bu cinayətin arxasında Ramiz Mehdiyevin çətiri altında qorunan şəxslər dayanır. 24 oktyabr 2025-ci ildə istintaqa müraciət edən Gülnarə Həbibova yazır. Anamı Ramiz Mehdiyevin çətiri altında qorunan icra başçısı məhv etdi. Onun iddiasına görə anasının ölümü Xaçmaz rayon icra hakimiyyətinin sabiq başçısı Şəmsəddin Xanbabayevin, onun müavini Akif Mərdanovun və bölgədəki imkanlı şəxslərdən ibarət maraqlı qruplaşmanın sifarişi ilə baş verib. Anam qətlindən əvvəl 3 il ərzində bu qruplaşmanın təzyiqlərinə, şantajına, saxta yoxlamalarına qarşı tək başına mübarizə aparırdı. Onlar anamın mülklərini ələ keçirmək istəyirdilər. Məhkəmələrdə anam haqlı çıxdı. Amma 2010-cu ilin sentyabrında evində vəhşicəsinə öldürüldü. Ramiz Mehdiyevin kürəkəni Xaçmazın kuratoru. Şikayətdə diqqət çəkən başqa bir detal da yer alır. Həmin dövrdə Prezident Administrasiyasının regional idarəetmə şöbəsində Xaçmaz rayonu üzrə kurator vəzifəsini Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəfdaroğlu Əliyev icra edib. Anam Prezident Administrasiyasına, Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etmişdi. Lakin heç bir cavab almamışdı. Sonradan məlum oldu ki, Xaçmaz rayonunun kuratoru Ramiz Mehdiyevin kürəkəni imiş. Həmin şəxs daha sonra 2 çağırış deputat seçildi və bugün də rayonda milyonlarla dəyərində əmlaklara sahibdir. Bu fakt ailənin illərlə niyə cavab ala bilmədiyini aydın şəkildə göstərir. Sifarişli qətl versiyası niyə gizlədildi? Gülnarə Həbibova bildirir ki, istintaq qətlin sifarişlə törədilməsi versiyasını bilərəkdən kölgədə saxlayıb. Çünki Şəmsəddin Xanbabayev təkcə rayon rəhbəri deyildi, həm də Ramiz Mehdiyevin yaxın çevrəsindən olan şəxs idi. İstintaqın ilk günlərindən bu versiyanın üstündən ötəri keçdilər. Çünki Xanbabayev tək başına qərar verən adam deyildi. Onu qoruyanların resursları istintaqın obyektiv aparılmasına mane oldu. Qətldən öncə Nəcimə Babayeva Arzu Ticarət Mərkəzinin zor gücünə əlindən alınması üçün təzyiqlərə məruz qalıb. Lakin o məhkəmələrdə qalib gəlib və bu Mehdiyevçilərin planını pozub. Nəticədə iş adamı evində öldürülüb, qətl isə güya ailə məişət zəminində baş verib kimi təqdim olunub. Sonrakı illərdə Nəcimə Babayevanın övladları da təqib və təzyiqlərlə üzləşiblər. Onların şikayətləri cavabsız qalıb, hətta bəzilərinə qarşı saxta ittihamlar irəli sürülüb. Görünür, arxasında Ramiz Mehdiyev olan şəxslərin adını çəkmək həyatımız bahasına başa gələ biləcək bir əməlmiş, deyə Gülnarə Həbibova vurğulayır. 15 il sonra yenidən gündəmdə. Xatırladaq ki, Şəmsəddin Xanbabayev 2004-2019-cu illərdə Xaçmaz rayon icra hakimiyyətinin başçısı, Akif Mərdanovsa onun birinci müavini olub. Hər iki şəxs 2019-cu ildən sonra vəzifədən uzaqlaşdırılsa da, Nəcimə Babayevanın qətl işi bugünə qədər açılmayıb. İndi isə Mehdiyevin istintaqa cəlb olunması fonunda bu hadisə yenidən gündəmə qayıdıb. Babayevanın ailəsi ümid edir ki, illərlə gizlədilən faktlar üzə çıxacaq, sifarişçilər məsuliyyət daşıyacaq. Ramiz Mehdiyevin məktubu, çevriliş niyyəti iddiaları.
Bununla yanaşı Ramiz Mehdiyevin adı son günlər daha ağır ittihamlarla da hallanır. Mediaya sızan məlumatlara görə Mehdiyev Azərbaycanda dövlət çevrilişi planı üzərində çalışıb və bu məqsədlə Rusiyanın müəyyən strukturlarına məktub göndərib. Həmin məktubda Mehdiyev ölkədə prezident idarəetmə sisteminin ləğvini, əvəzində Dövlət Şurası adlı yeni qurumun yaradılmasını təklif edib. Bu şura 50 nəfərdən ibarət olmalı və dövlətin bütün sferalarına nəzarət etməli idi. Məktubda yazılır: Dövlət Şurası ölkənin qanunverici, icra və məhkəmə hakimiyyətinin fəaliyyətinə nəzarət edəcək, təhlükəsizlik orqanlarının və Mərkəzi Bankın rəhbərlərini təsdiqləyəcək. Şura üzvləri ümumxalq səsverməsi ilə seçiləcək və 7 il müddətinə toxunulmazlıq statusuna malik olacaqlar. Bu model əslində Mehdiyevin idarəetməni köhnə elit ətrafında cəmləmək niyyətini göstərirdi. Məktubda o, bu sistemi demokratik nəzarət forması kimi təqdim etsə də, analitiklərə görə əsl məqsəd mövcud hakimiyyət strukturunu dəyişmək və yeni güc balansı yaratmaq idi. Dövlət Şurasının gizli siyahısı. Teleqraf Agentliyinin yaydığı məlumata əsasən, Mehdiyevin təklif etdiyi 50 nəfərlik Dövlət Şurasının tərkibində bir sıra müxalifət nümayəndələrinin də adı olub. Busa onun planının həm siyasi, həm də ictimai təsir gücünü artırmaq cəhdi kimi qiymətləndirilir. Ekspertlər bildirirlər ki, Mehdiyevin belə bir planı həyata keçirmək imkanı real deyildi. Amma bu cəhd onun hakimiyyət uğrunda revanş niyyətini açıq göstərdi. Nəticə: köhnə sistemin kölgəsi dağılır. Ramiz Mehdiyevin istintaqa cəlb olunması, onun uzun illər ərzində formalaşdırdığı kölgə şəbəkəsinin ifşası və bu çətir altında baş vermiş cinayətlərin yenidən gündəmə gəlməsi Azərbaycanın siyasi həyatında dönüş nöqtəsidir. Bu, təkcə bir şəxsin məsuliyyət məsələsi deyil. İllərlə sistem içində qorunan korrupsiya, himayəçilik və cəzasızlıq mədəniyyətinin dağılması deməkdir. İndi Nəcmə Babayevanın ailəsi və cəmiyyət ədalətin bərpa olunmasını, uzun illərdən sonra bu qətlin arxasında duran şəxslərin ifşa edilməsini gözləyir. Bu, tək bir ailənin mübarizəsi deyil. Bu, 15 illik sükutu pozan, köhnə sistemin gizlətdiyi həqiqətlərin gün üzünə çıxması uğrunda aparılan mübarizədir.